Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Fuad Ələsgərovun nəşinin qalıqları bugün Tovuz rayonunun doğulub boya başa çatdığı Ağbaşlar kəndində ailəsinə təhvil verilib, şəhidin ruhuna dualar oxunub, məzarına çələnklər qoyulub, hərbi orkestr dövlət himnini ifa edib, yaylım atəşi açılıb, daha sonra şəhidin nəşinin qalıqları Ağbaşlar kənd qəbirstanlığında torpağa tapşırılıb. Üç rəngli dövlət bayrağımız şəhidin qardaşına təhvil verilib. Qeyd edək ki, şəhid hərbiçimiz 1991-ci ildə həqiqi hərbi xidmətə yollanıb, 1993-cü ildə Füzuli rayonunun Kür Mahmudlu kənd ərazisində itkin düşüb. Mənim qardaşım yaralanıb gəlmiş da sizə qurban olum. Dedi ki, ay qardaş dedim, biraz qal, yaran qutarsın. Dedi, biz and içmişik, qanım tökülənən ki, getməliyim. Axırıncı sözü qardaşımın bu olub. Ki, biz axırıncı qanımıza kimi orada qanımıza töyməliyik. Ondan sonra da getdi. Bax, sualım, sözüm bu. Fəxr eləyirəm ki, mənim belə qardaşım var. Fəxr eləyirəm. Fəxrə də həqiqətən layiq qardaşım var. Mən Fuaddan fəxr eləyirəm. Bugünkü gündə o torpaqlar uğrunda canlı şəhid eləyib. Bütün şəhidlərə qurbanam. Bütün şəhidlərin qurbanıyam. Kim nə qədər əzgər çəkib ki, Fuadın uğrunda haqqını halal eyləsin. Prezidentimizlə fəxr eləyirəm. 32 ildir yol gözləyirik. Amma bugünkü günü gözləmirdik ki, bəlkə. Amma bugünkü günə fəxr eləyirəm, ay qardaş. Səni gətirdilər, bizə qovuşturdular.